Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə Novruz süfrələrimizin olmazsa olmazı, Novruz xonçalarının olmazsa olmazı quzu şirniyyatının hazırlamasını paylaşmaq istəyirəm. Anam deyir ki, o vaxtı biz hələ uşaq olanda, gəlinlərə xonça gələndə biz ilk marağa bizə, yəni maraqlı olan o quzu şirniyyatının hazırlaması idi və biz ona bir möcüzə kimi baxırdıq ki, bu şirniyyatı görəsən necə hazırlayırlar. Və mən bu günləri çoxlarının unutduğu məhz o quzu şirniyyatının hazırlamasını paylaşacağım sizinlə. İndi isə keçək hazırlanma qaydasına. Öncəliklə 3 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu əlavə edirəm və yumurta ağarana qədər qarışdırıram və üzərinə 4 dolu xörək qaşığı duru yağ əlavə edirəm. 1 stəkan xama əlavə edirəm. Yenidən 2-3 dəqiqə qarışdırıram. Qeyd edim ki, xamanın əvəzinə yağlı qatıqdan da istifadə edə bilərsiniz. Ən sonda isə 2 stəkan yarım və 2 xörək qaşığı unun üzərinə 1 paket vanil və 1 paket qabartma tozu əlavə edib ələkdən keçirdirəm. Və eyni kütlə halına gələnə qədər qarışdırıram. Hazır xəmirin kütləsi isə baxın bu şəkildə olmalıdır. Hazırlayacağım quzu formasını hər iki tərəfini yaxşı duru yağla yağlayıram. Qeyd edim ki, hal-hazırda işlətdiyim forma 60 ilin qabıdır. Və xəmiri quzunun burun, göz olan hissəsinə yığıram. Formanın qulaq hissəsində gördüyünüz kimi xəmirlə bağladım və formanın o biri üzünü də duru yağla yaxşı yağlayıb üz-üzə yerləşdirirəm. Soba listinin içərisində bərk-bərk sıxmaq lazımdır ki, bişdiyi zaman çıxmasın xəmir. Və əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada alt üst rejimdə 40 dəqiqə ərzində bişirirəm. Və budur 40 dəqiqə keçdi. Mənim quzum artıq hazırdır. Yaxşı duru yağla yağladığım üçün görsüz formasından da çox rahatlıqla çıxır. Qətiyyən yapışmır. Baxın, indi görəcəksiniz. Görsüz, yəni 1 qram da olsun xəmir yapışmayıbdır. Bu da qabı yaxşı duru yağla yağlamaqdan irəli gəlir. Biraz çatlayıbdır arxa hissəsi. O da yəqin ki, böyük yumurtalar götürmüşdüm, ona görədir. Və budur, mənim quzum artıq tam şəkildə hazırdır. Gəlinlərin xonçasına da məhz bu şəkildə aparmaq məsləhətdir. Gözlərinə kişmiş yerləşdirdim. Əgər kişmiş yoxdursa, şokoladdan, qərənfildən də istifadə edə bilərsiniz. Ağzına isə gördüyünüz kimi cəfəri yerləşdirmişəm. Başına da qırmızı lent bağlamışam. Çox dadlıdır, çox ləzzətlidir və mən hər zaman Novruz süfrəmin olmazsa olmazıdır quzu şirniyyatı. Siz də hazırlayın, əzizlərinizi, balalarınızı bu cür gözəlliklərlə sevindirin. Ən əsası göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Videonu bəyəndinizsə like düyməsini basaraq kanalıma dəstək olmağı unutmayın. Sağ olun.